Qızlar salam, hər vaxtınız xeyir olsun inşallah. Qızlar, bu gün istəyərdim sizlə, deməli, pəlpətöyün bitkisindən turşu hazırlamağı sizə aydınlıq gətirim, bildirim. Əslində çox xanımlar bu turşunu bilirlər. Sadəcə istədim, özüm də turşu qurduğum üçün istədim ki, sizinlə paylaşım. Deməli, pəlpətöyün bitkisi torpağa yaxın olduğu üçün çoxlu torpaq olur, onda qumlu olur və onları təmiz yumaq lazımdır. Mən bu göyərtini öz həyətimizdən topladığım üçün daha qumlu idi. Və onları tərtəmiz yuduqdan sonra böyük olanları 3 hissəyə böldüm. Balacaları isə 2 hissəyə böldüm. Belə hər birisini tərtəmiz yuduqdan, qurutduqdan sonra və doğradım taxtanın üzərində. Bunları çox belə xırda-xırda eləməyə gərək yoxdur. Çünki bankada isti su ilə təmasa girdikdən sonra çox da belə əzilməsin. İstəmirsinizsə çox xırda etməyin. Və beləliklə hər birisini doğrayıram. Hər birisini doğradıqdan sonra mən hər bir pəlpətöyün turşusuna ümumiyyətlə 2-3 diş sarımsaq, daha doğrusu hər bir bankaya 2-3 diş sarımsaq əlavə edirəm. Sarımsaqları balaca olmamaq şərti ilə belə doğrayıram. Bankanın dibinə və aralarına əlavə edəcəyəm. Deməli, burada hər birisini doğradıq, xırda olmamaq şərtinə yenə deyirəm. Və biraz da dəfnə yarpağı da əlavə edəcəm onların üzərinə turşuların. İstiot əlavə etmirəm, çünki mən acı sevmədiyimə görə, əslində zövqə görə acı biber də qoymaq olar onun içinə turşunu. Deməli, qabları, bankaları təmiz yumuşam, sterilizə etmişəm və qurulamışam. Dibinə 2-3 doğradığım deməli, sarımsaq əlavə edirəm və dəfnə yarpağı qoydum. Bunları, bu pəlpətöyünləri bankanın üzərinə, içinə daha doğrusu bərk-bərk belə sıxa-sıxa yığın ki, aralarında boşluq qalmasın. Çünki su əlavə olanda onlar yaxşı olmaz, orada əzilər. Bütün bərk-bərk sıxın və arasına da baxın, sarımsaq tökdüm mən burada da gördüyü kimi. Belə sıxa-sıxa hamısını doldururam bankaların. Mən də 3 ədəd banka alındı. Və mən hər bankaya 1 xörək qaşığı duz əlavə edirəm. Bu turşu duzu olsa daha yaxşı olar, ancaq məndə turşu duzu olmadığına görə adi mətbəx duzu yəni xörək duzu istifadə edirəm. 1 xörək qaşığı hər birisinə duz əlavə elədim və hər birisinin üzərinə bir belə deyək də kubik şəkər qənd əlavə elədim. Qənd yoxdursa, şəkər tozu da əlavə eləmək olar. Sadəcə olaraq mən qənd qoydum. Və üzərinə deməli 150 ml stakan ölçüsü ilə yarım stakan sirkə əlavə edəcəm. Bunu uksusla da eləmək olar. Mən uksusla eləmədim, sirkə ilə əlavə elədim. Üzüm sirkəsi ola bilər, alma sirkəsi ola bilər. Məndə üzüm sirkəsi idi və hər bankaya yarım stakan, yəni 150 ml-nin yarım stakan əlavə etdim. Burada da diqqət edin ki, çox olmasın. Çünki çox olanda dadı biraz kəskin olur, belə başqa cür olur bunlarda. Ona görə miqdarında tökmək lazımdır. Və bunları əlavə etdikdən sonra üzərlərinə qaynadılmış su əlavə edəcəm. Qaynasın su əlavə edirik və doldururam hər birisinin üzərinə. Və bunları daha doğrusu qaynar su əlavə elədikdən sonra xörək hansı ki istifadə etdiyimiz qaşıqla fərqi yoxdur. Bir qaşıqla bunların üzərindən belə deyə basmaq lazımdır. Hamısına, hər tərəfinə o su yayılsın. Şəkər tozudur, duzdur, hər tərəfə yayılmaq üçün, həm də ki qıraqlarından çıxmasın bitkilər, belə deyə pəlpətöyünlər. Və bir də qızlar, mən özümdən sınamışam bunu dəfələrlə. Bankaların qıraqları, kənarları sulu qalanda bankanın qapaqları paslanmağa başlayır. Mən ona görə bunu təzə bilmişəm. Elə necə gəldi əvvəl eləyirdim. Sonradan başa düşdüm. Daha doğrusu bir xanımda gördüm ki, onun qıraqlarını təmiz silməyi quru olmalıdır ki, o belə deyək, təmiz otursun və paslanmasın. Və beləliklə hər birisinin suyu əlavə elədim və budur məndə 3 ədəd belə pəlpətöyün turşusu alındı. Siz də bişirin, nuşu canlıqla yeyərsiniz inşallah. Göz haqqınızı halal eləyin siz də.